Son günlər Sədrə ilə Binə ticarət mərkəzlərinin bağlanılması iddiaları müzakirələrə səbəb olub. Deyirlər ki, onlayn satış artdıqca ticarət mərkəzlərinə gedənlərin sayı azalır. Bizim Aynurə Məmmədova ərazidə idi, söhbət eləyib, vəziyyəti öyrənib. Yer pulu verə bilmirsə də, конечно, bağlanacaq. Demək olar ki, əksər insan heç bir istifadə eləmir. Sosial şəbəkələrdə, saytlarda Sədərək və Binə ticarət mərkəzlərinin bağlanacağına dair məlumatlar yayılıb. Belə ki, onlayn alış-verişə üstünlük verənlərin sayı artır. Onlayn ticarət mərkəzləri münasib qiymətləri və rahatlığı ilə daha çox insanları cəlb edir. Nəticədə ənənəvi mağazalar, ticarət mərkəzləri kölgədə qalır. Onların aqibəti necə olacaq? Onlayn alış-veriş işinizə necə təsir edib? Əlbəttə ki, pis təsir edib. Demək olar ki, Sədərəkdə adam yoxdur. Onlayn hamısı materialı zəif də olsa, pis də olsa hamısı çatdırır, amma ki, bazar yoxdur. Amma onlayn alış-veriş ləğv olunsa, əlbəttə ki, hamı çörəyin qazanır. Əvvəl gəlirdiniz bu vaxtda millət olurdu, indi heç kəs yoxdur. Valla alverimiz getmir, hamımız oturmuşuq, onlaynla işləyənlər işləyir, biz baxırıq. Yəni alver getmir. Hamısı onlaynla, cavanlar onlaynla satışa keçib. Bizi kimi xanımlar yəni satış eləyə bilmirik. Sizcə bağlana bilər? Valla belə getsə, çox adam yəni yer pulu verə bilmirsə də, конечно, bağlanacaq. Əvvəlki vaxtlara baxanda gəliriniz nə qədər azalıb? 80% azalıb. Yer pulu vermirlər, rasxodları yox, bir şeylər yox. Biz burada bu boyda arenda veririk. Onlar vergi vermir, eləmir. Bizi kimi burada yüklənməyib ki, vergiyə, kommunala, yer puluna. Düşünürlər ki, ucuzluğu yəni eləyirlər. Amma keyfiyyət baxımında daha görüb almaq daha keyfiyyətlidir. Bazardan yəni baxırsan, gözlə görürsən, daha alırsan. Yəni şəkildə olunanla, məsələn, gözlə görünən fərqli olur, tam fərqli bir şeydir. Necə qazanırsınız? Təklif olur da 3 dənə, 4 dənə, 5 dənə belə gün ərzində satış olur. Onlayn alış-verişə üstünlük verirsiniz, yoxsa mağazadan? Mağazadan üstünlük verirlər. Niyə? Çünki onlayn alanda məsəl üçün baxırsan, gətirirsən evdə baxırsan, ya xarabdır, ya köhnədir, ya şeydir. Sonra onu nə tapıb qaytarmaq olur, nə onu qaytarırlar. Daha çox onlayn çeşid daha çox olur. Azərbaycanda elə bil hamı belə deyə bütün satış məntəqələri elə bil eyni yerdən götürüb alırlar. Ona görə seçenek çox olmur. Alternativ çox deyil. Bağlanılması gözlənilirmi? Yəni bu Sədərək ticarət mərkəzidir, binədir. Bunların hərəsində hesablanan görə nə qədər iş yeri var. Və plus bunlar vergi daşıyıcılardılar. Dövlətə vergi ödəyirlər. Belə şeylərdə inanmaq lazım deyil. Amma mən bir şey də vurğulamaq istəyirəm ki, bizim Sədərək ticarət mərkəzində burada post xidməti var. Hər gün burada istənilən qədər burada onlayn satış olur və ərazilərə, rayonlara buradan göndərilir. Ənənəvi ticarətin xüsusi çəkisi əhəmiyyətli səviyyədə azalacaqdır. Müəssisələr ya fəaliyyətlərini təkmilləşdirərək mövcud konjunkturda davamlılıq strategiyası izləsinlər, yaxud da artıq mərhələli şəkildə pərakəndə ticarət sahəsində olan investisiyanın alternativ istiqamətlərə yönəldilməsi ilə bağlı strategiyalar, seçimlər etsinlər.